Salam, axşamınız xeyir olsun. Necəsiz? Ümid edirəm ki, yaxşısınız, yaxşı olarsınız. Bugün də növbəti gündür ki, sizinlə canlı efirdəyik. Bizə buyurub bütün psixoloji suallarınızı buyurub verə bilərsiniz. Biz də sizin suallarınızı cavablayaq. Hər biriniz xoş gəlmişsiniz. Sizlər sual verənə qədər burada yığılan suallarımızı cavablayaq. Mahnımızı da qoşaq. Biraz rəng qatsın, hərəkətliliyi versin. Bir xanım yazıb, deyir, uşaq vaxt deyir, evdə sakit olmağı deyir, öyrənmişəm, problem çıxarmamaq üçün. İndi deyir, böyümüşəm, amma yenə də bir şey istəyəndə boğazımda sanki bir ağrı yaranır. Öz ehtiyacım demək, niyə bu qədər mənə çətin gəlir? Uşaq vaxtı sakit böyüdülmək əslində bir yerdə sənə görə normal gəlmiş ola bilər, amma bir yerdə sən travma verərək böyüdüblər. Yəni söhbət ondan gedir ki, sən danışman lazım olduğun vaxtda, normal olduğu vaxtı belə səni susturublar deyənə, sən öz ehtiyaclarını belə tələb eləyə bilmirsən. Bu baxımdan sənin boğazında yığılan ağrılar əslində sənin deyə bilmədiyin və qorxduğun üçün deyə bilmədiyin sözlərdir. Qorxduğuna görə haqqını tələb eləməməyindir. Əgər həmin o ana qayıdıb mental olaraq o duyğudan sağalsan, artıq sənin özün boğazdakı narahatçılığın aradan qalxacaq. Deyir, universitetdə hamı məni güclü görür, amma axşamlar evə gələndə səbəbsiz deyir, ağlamaq istəyirəm. Gün ərzində deyir, taxdığım bu maska məni niyə bu qədər elə yorur? Maraqlı sualdır. Universitetdə sən hamı güclü kimi görürsən, özünü güclü göstərmə ehtiyacını özündə hiss edirsən. Hansı zəiflikləri gizlətməyə çalışırsan, sən özündə müşahidə etməlisən. Və bir digər tərəfdən sənin bastırdığın hər bir duyğu axşam özünü yalnız başına qalanda onu bədən, ruh özündən xaric eləmək istəyir deyənə ağlamağa başlayırsın. Amma ki, o duyğudan sağalsın, özünə güclü göstərmək, yine də xoşbəxt göstərmək kimi bir ehtiyacın olmamalıdır. Deyir, nə? Deyir, bir münasibətim var idi, deyir, çox bağlandım. Və deyir, sonunda deyir, tərk edildim. İndi deyir, yeni biri yaxınlaşanda içimdə deyir, qaçmaq istəyirəm. Keçmiş niyə bu qədər ağrıdır mənim? Keçmiş səni ağrıdır, çünki sən birinci yaşadığın münasibətdə tərk edildiyini düşünürsən də, ancaq birinci tərk edildiyin münasibət əslində sənin zaten duyğunu sənə göstərir. Sənin zaten şüur altında, ruhunda bir yerdə tərk edilmək duyğun zaten səndə var idi və sənin həyatında səni tərk edən insan sənə yeni bir travma yaşatmayıb. Uşaqlıqda zaten səni tərk edilməklə qorxudaraq və yaxud da tərk eləyərək səni yaralayıblar, amma zaman keçdikcə həmin yaran qabıq verib və sən bu yaranın sağaldığını düşünmüsən. Və qayıdıb bir yerdə sənə o zərbəni vuran insan sənin yaranı yenidən qopartdığına görə, sən həmin o yaranın qanadığını görəndə təzən travma aldığını düşünürsən. Ancaq ki, travmanın gəldiyi ilkin an uşaqlıqda 0-7 yaş aralığında yüklənmiş bir andır ki, həmin ana qayıdaraq peşəkar bir yardım alaraq sağala bilərsiniz. Dəqiqə. Nədir burada? Dəqiqəyim, niyə belə eləyir? Deyir, ailəmdə hər kəsin deyir, dərdini mən dinləmişəm, hamıya mən qulaq asıb dayaq olmuşam. İndi isə deyir, özümü çox yorğunam, amma kömək istəyə bilmirəm onlardan, çünki onlar da yorğundurlar. Niyə həmişə güclü olmağa çalışıram? Ailəvi yükünü sən nəyə götürürsən ki? Yəni, ailəvi yükünü sən götürüb onlara dayaq olmağa çalışırsan da, çalışa bilirsənsə, bunu onlar da özlərini eləyə bilərdilər. Və digər tərəfdən əslində sən özünə aid olmayan məsuliyyəti boyun gəlmirsən deyənə, ona görə bir yerdə sənin öz enerjini tükəndirir. Heç nə, qayıdıb öz məsuliyyətləri anlamalısan və həmin insanların kim olursa olsun, ana olsun, ata olsun, kim olursa olsun, onların öz məsuliyyətlərini özlərini buraxmalısın. Deyir, gəncliyim ancaq işləməklə keçdi. Ailə qurmaq özüm üçün həmişə sonraya qaldı. İndi dayananda içimdə boşluq hiss edirəm. 38 yaşım var. Bu boşluqda necə qurtula bilərəm? Hər gün məni yiyib bitirir. Gəncliyin işlə keçdi, ailə qurub öz istədiyin kimi yaşaya bilmədinsə, bir yerdə özünə xəyanət eləmişsən və qayıdıb bir yerdə özünə etdiyin xəyanətə görə özünü bağışlamalısan və nəzərə almalısan ki, keçmişdə özünə etdiyin xəyanətə görə keçmişin yasını bugünkü gündə tutursansa, gələcək vaxtlarda bugünkü günün üçün də hepsilənəcəksən, kaş o günlərin qədrini biləydim. Ona görə də ki, yəni, keçmişi bağışlayıb indiki anının dəyərsizləşdirməklə dəyərini bilməlisən.
Aha. Deyir, uşaq vaxtı deyir, hisslərimə deyir, həmişə sən çox böyüdürsən deyirdilər. Böyüyəndə unudacaqsan deyirdilər, amma indi nə hiss etsəm də özüm inanmıram. Emosiyalarıma güvənməyi necə öyrənmək olar? Emosiyalarına güvənməyə öyrənmək üçün sən birinci özünə güvənməlisən və özünə olan şübhəni aradan qaldırmalısan. Yəni sənə bir yerdə uşaqlıqda sən hiss etdiyin hər bir şeyə görə, hər problemin qarşısında sən şişirdirsən deyiblərsə, bu sənin bir yerdə özünə şübhə duyğusunun zaten özgüvəninin sarsılmağı ilə assosiasiya olunub və sən qayıdıb bir yerdə həmin ana qayıdaraq həmin o uşağın şübhəsini ondan sağaltsan, yəni sən bir yerdə zaten emosiyalarına güvənən bir insan idin ta ki həmin hadisəyə qədər. Və digər tərəfdən də ki, o problem aradan qalxandan sonra emosiyalarına güvənməyə başlayacaqsan. Deyir, həyatda deyir, çox şeyə deyir, çatmışam deyir, amma sevinə bilmirəm, sanki gecikirəm. İnsan istədiyini əldə edib, niyə görə məmnun olmur? İnsan istədiyini əldə edir, amma istəkləri baxır nədir və istəklərini əldə eləməklə onu arzu olaraq adlandırdığı halda bəlkə özünü aldadır. Yəni sən bəlkə hər hansı bir şey özün üçün arzuluyursansa, bəlkə sən hansısa mənəvi boşluğun fərqində deyilsən və onu maddi dünyanın arzuları ilə assosiasiya edirsən. Bu baxımdan da onu əldə edəndən sonra sənin bir yerdə duyğusal boşluğun başlayır özünü göstərməyə. Bu baxımdan da qayıdıb sən özünün ruhsal boşluğun, problemin nə olduğunu anlayıb dərk eləsən və o problemdən əgər sağalsan, sənin özün artıq belə deyim də arzularının reallığını yaşaya biləcəksən. Digər bir də məqam var ki, insanlar zaten arzularını dünyaya gerçəkləşdirəndən sonra, həyata gerçəkləşdirəndən sonra növbəti dəfə problemlərə fokuslanırlar. Yəni ki, əslində bu insanın təbiətində var ki, yaxşılıq bizim əslində haqqımızdır, yaxşı bizim haqqımızdır və bu baxımdan da bəzi insanlar onun o anda dəyərini bilmək yerinə daha çox problemlərə fokuslanır. O deyir, yaxşılıq eləyəndə tez unudulur, pislik elə gör nə tez deyir, yadda qalırsan deyirlər. Yəni bu əslində bir yerdə oradan gələ bilən bir şeydir ki, insan ən çox yaxşını, yaxşı, xoş bir anı öz haqqı kimi görür deyəni bir yerdə belə də olmalıydığına çevirir. Ona görə davamlı başlayır problemlərə fokuslanmağa. Deyir, həmişə ağıllı qız olmuşam, problem çıxartmamışam, amma içimdə deyir, danışılmamış sanki çox ağrılarım var, bastırdığımın indi fərqinə varmışam və bunlardan qurtulmaq olarmı? Bəli, olar. Bunlardan qurtulandan sonra sən el arasında qudurğan qız, qudurğan oğlan olaraq səsləndiriləcəksən ki, artıq bu da bir problem deyil. Yəni əslində sənə ağıllı qız deyən insanlar əslində bir yerdə onlara uyğunlaşdığına görə, onlara tabi olduğuna görə bunu sənə deyirlər. Sən özünə tabi olmağa başlayandan sonra, öz istəklərini reallaşdırmağa başlayandan sonra sənin üçün qudurmuş deyirlərsə, bu artıq sənin qələbən olmalıdır. Aha. Az gülür. Deyir, qardaş, mənim bir iş yoldaşım var, ancaq deyir, məni aşağı çəkir, hər işdən evə gələndə negativliyi tökür üstümə. Aha, və sualınız nədir? Deyir ki, salam, axşamınız xeyir. Çox sağ ol, təşəkkür edirəm. Deyir, bir münasibətdə çox fədakar olmuşam. Özümü deyir, unutduğumu düşünürəm və ayrılandan sonra kim olduğumu sanki ayırt eləyə bilmirəm. İnsan özünü itirdiyini necə qayıda bilər? Yəni özünə qayıtmaq istəyirsən sən yəqin ki, əslində. Fədakar olmağında mənfəətin nə idi? Münasibətdə niyə görə fədakarlıq edirdin ki? Yəni sən bir yerdə fədakarlıq edib qarşı tərəfə uyğunlaşdıqca, zaten o qarşılıqsız yox, qarşılıqlı bir sevgi olur. Qarşı tərəf səndən sən fəda elədikcə onun kar tərəfi var. Sən özünü niyə görə fəda edirsən? Burada sənin mənəvi mənfəətin nədirsə, qayıdıb o duyğusal boşluğa qayıdıb baxmalısan. Ancaq bir problem çıxarır, mənim pis sözünü yaxşı çıxarır. Həmin o iş yoldaşın sənin ailə insanlarından biri ola bilər ki, yəni bizim ətrafımızdakı insanlar bizə travma vermirlər, bizə ağrı yaşada bilməz. Yəni mənə heç kim ağrı yaşada bilməz. Əgər mən travmamdan sağalmamışamsa, mənə ancaq travmamı xatırlada bilər kimsə. Yəni belə sənə travmamı xatırladırlar. Deyir, uşaq vaxtı deyir, tez-tez lağa qoyulurdum, lağ obyektinə çevrilmişdim. İndi kimsə güləndə avtomatik özümü müdafiəyə keçirirəm. Bu duyğudan qurtulmaq istəyirəm. Tamam. Bir mütəxəssis yardım alıb, buyurub bizə də müraciət edə bilərsən, səni sağalda bilərik. Deyir, necə ki?
Yəni bir yerdə əgər sənə kimsə, sənə rəqabətdədirsə kimsə, əslində o sənin ailəndə, uşaqlıqda 0-7 yaş aralığında səninlə olan rəqabət bir hissidir ki, səninlə kimsə həmin o neqativ ilk dəfə sənə kimsə ötürüb. Və bu baxımdan da həyatında kim gəlirsə, iş yoldaşı olsun, sevgili olsun, dost olsun, nə olur olsun, bir yerdə sənə həmin o neqativ insanı başlayır xatırlatmağa. Və sən bir yerdə özündə hansı o insan olduğunu müşahidə edə bilirsənsə və bundan sağalmaq istəyirsənsə, onda ancaq sağalıb o döngünü qıra bilərsən. Çünki sənə neqativ ötürən insan zaten səndəki o neqativin toxumunu hiss eləyir, duyğunu hiss etdiyinə görə səndə olan neqativi düzəltməyə çalışır. Çünki bir yerdə məsəl üçün mənə neqativ verməyə çalışan insanlar, mən orada travmasını görürəm ki, adamın travmasını görəndə bildiyin adamı ciddiyə ala bilmirəm artıq. Sima xanım yazıb salam. Salam, xoş gəlmisiniz. Deyir, universitetdə oxuyuram, amma deyir, oxuduğumu sevmirəm, deyir, ailəm deyir, vaxt keçər, öyrəşəcəksən, deyir. İnsan deyir, öz yolunu tapmadığı nə vaxt anlayır. Ailən əslində özünü cəmiyyətə sübut etməyə çalışır ki, bilirsən nə var, mənim doğduğum falan universitetdə oxuyur, mənim belimdən gələn falan universitetdə oxuyur, sübut etməyə çalışır. Sən özün bunun fərqində olduğun anda qayıdıb onu sonlandırıb öz istəklərinə fokuslana bilərsən. Yəni valideynin sənə bu gün universitetdə öyrəşəcəksən deyirsə, sabah sən işgəncə içərisində yoldaşın tərəfindən döyüləndə belə otur düz mən dözmüşəm deyəcək. Yəni eyni şeydir. Deyir, yəni iş yoldaşı ilə, ailə ilə bağlantı var. Bax, biz keçən səfər seansda xanımla bir problemi işləyirdik. Xanım deyirdi ki, problemim deyir ancaq deyir məktəbdən gəlir deyir. Problemim deyir ancaq məktəbdə. Xanıma izah elədim seansda ki, məktəbdə olan hadisələr əslində bir yerdə bizim uşaqlığımızdakı ailəmizdən gələn duyğulardır ki, əgər bir uşaq ən azından bir söz var, deyir, itə xətr eləyirlər yəsinə görə. Əgər valideyn uşağını dəyərləndirmirsə, o məktəbdə də dəyərləndirməyəcəklər. Yəni travmasının təkrarını orada alacaq. Lap döyüləcək, lap söyləyəcək, hər hansı bir travmanı alır. Amma xanım o anda onu seansda görə bilmirdi ki, hardasa biz qayıtdıq, bir 7-ci seans idi ki, biz onu orada müşahidə etdik. Yəni şüuraltısının ən dərin bir qatlarında idi ki, uşaqlıqda dayısı ilə yaşadığı bir problem var idi, ailə ilə bağlı. Onu üzə çıxartdıq ki, həmin o travmasının səbəbi oradan gəlirdi. Və yəni sənin zaten cəmiyyətdə, sən dünyaya gələndə zaten valideynləri həm ana-ata rolunda görürsən, həm partnyor olaraq görürsən, həm də insan olaraq görürsən. Yəni insanların münasibəti olaraq görürsən. Və bu baxımdan da onlar sənə hansı duyğunu ötürüblərsə, qabağındakı rol modellər anormal rol modellərdirsə, bir yerdən sonra sənin həyatına gələn rol modellər də onlar olur. Yəni ki, deyirsən, elə bir ki, maqnit kimi çəkirəm özümə. Səndə o duyğu olduğunu görə insanları başlayırsan çəkməyə. Yəni, ən azından belə deyim də, mən uşaqlıqda aldadıblarsa, mənim həyatıma yalan danışan insan gələcək. Amma indi bir şey də var ki, mən əgər mənə aldadılan vaxtın travmasına sağalsam, yalan danışandan başlayacaq uzaqlaşmağa. Yəni bir yol olur ki, başlayır səndən uzaqlaşmağa. Ya deyirsən qudurmusan, ya deyir dəyişilmirsən, amma altda yatan səbəb əslində səndən əvvəlki kimi istifadə edə bilmirəmdir. Bir dəqiqə burada sual var. Deyir, OTK sınavlarından 207-210 yığırdım. Məktəb monitorinqi oldu 170 bal yığdım. Həvəsim öldü 3-cü qrupa. 3-cü qrupa verib deyir, psixoloq olmaq istəyirəm. Yenə düşünürəm, qəbul olmayacam, az bal yığacam. Bunu bəs onda mənə niyə deyirsiniz, təhsilini hazırlayın? Deyir, bunun çıxış yolu necədir? Sağalmaq ancaq, həm də ana qayıdıb sağalmaq. Çıxış yolu sağalmaqdır, Eyaz. Ancaq özündə duyğunu müşahidə edərək bir mütəxəssis yardım almağındır. Bunu necə eləyə bilərik? Ya qarşında gördüyün insana, ya da qarşında gördüyün insan kimi fəaliyyət göstərən bir peşəkardan yardım almalısan. Deyir, illərlə deyir, ana həyat yoldaşı rolunda olmuşam. İndi deyir, uşaqların böyüyüb evimiz sakitçiliyidir. Bu sakitçilik məndən üçün qorxudur. Əslində bir yerdə sən illərlə ana həyat yoldaşı rolunda olaraq
səni tərk eləməsinlər deyənə qarşı tərəfdən asılı olmusan və indi hər kəs böyüyüb öz yoluna gedəndən sonra evin sakitçiliyi əslində səni şüuraltı olaraq tərk edilməyə duyğu başlayır ki, artıq mən heç kimin işinə yaramıram, artıq mən nə bilim belə eləmirlər. Hətta mənim tanıdığım bir adam var idi ki, mənə deyirdi ki, mən səndən deyir sevgi hiss eləmirəm deyir, amma halbuki artıq maddi mənəvi ondan asılılığım olmadığına görə düşünürdü ki, artıq mən deyir dəyərsizəm, artıq işə yaramıram duyğusuydu. Yəni bu baxımdan da yəni sizin özünüzdə də duyğu ola bilər ki, həyatımdakı həyat yoldaşıma və yaxud uşaqlarıma artıq işinə yaramıramsa, artıq dəyərsizəm duyğusu ola bilər. Deyir, hiss edirəm, ancaq məni negativ saxlamağa çalışır. Bunu necə eləyə bilərik? Sən icazə verirsən də. Ürəyim deyir, çox sıxılır, neyini münasibətdə istəmirəm. Ürəyinizə sıxan duyğunu müşahidə edin. Ürəyinizi nə sıxır? Salam Nuray, xoş gəlmisiniz. Ürəyim çox sıxılır. Aha. Kredit az. Aha. Mən burada bank işçisi deyiləm. Ürəyim çox sıxılır. Başa düşdüm, yəni ki, oxudum sizin sualınızı. Bayaqdan davamlı yazırsınız, görürəm burada mən sualların hamısını. Yəni özünüzdə ürək sıxıntısı olaraq nəyi müşahidə edirsiniz ki? Deyir, icazə vermirəm, çıxış yolu axtarıram. Tamam. İstəyirsinizsə buyurun müraciət edin, sizə çıxış yollarını göstərək. Deyir, səncə münasibətimin olmamağından yana gəlir. Bilmirəm, mən sizə tanımıram, bu dəqiqə bu suala cavab vermək, fala baxmaq kimi bir şeydir ki, yalandan sizə deformasiya eləmək istəmirəm. Bu baxımdan da ancaq probleminizi müşahidə eləmək lazımdır. Bu da konsultasiya mövzusudur. Deyir, hər şey deyir, zarafatla keçişdirirəm, amma bir tərəfdən içimdə məni ağrıdır, ciddiləşməməyə çalışmışam. İndi isə içimdə bir həll olunmamış sanki ağrı var. Zarafatdan belə sanki iyrənmişəm. Zarafatla keçişdirdiyim bir şey əslində şeydir, ifadə edə bilmədiyim, üzləşə bilmədiyim problemdir. Özünü müdafiə edə bilmirsən, ona görə zarafatla keçişdirirsən. Seansa qoşulmaq üçün ancaq Direct'də də yaza bilərsiniz. Orada bioqrafiyada əlaqə nömrəsi də var ki, sizə necə uyğunsa da yaza bilərsiniz, cavablanacaq. Uşaqlıqda həmişə valideynlərim ancaq işləyiblər, evdə olmayıblar çox. Məni isə başını çıxar, sən baş çıxardarsan deyə buraxırdılar evdə. İndi özüm onlara qarşı deyir, çox soyuğam. Nə edə bilərəm sizcə? Onlara qarşı soyuq olmağımın səbəbi onların tərəfindən yetəri qədər sevilmədiyi hiss eləməyin. Yəni bir valideyn əgər uşağını doğrudan da sevirsə, harada olursa olsun zaten sən onun sevgisini hiss eləyəcəksən. Yəni bir yerdə əslində o sevgisizliyi sən hiss eləmirsən, o sevgisizliyi səni ötürüblər və yanında fiziki olaraq yanında olmadan da sənə o duyğunun tam ştampını vurublar. Ona görə sevgisizlikdən, dərsizlikdən sağlanmalısın və bir yerdə əgər tərk edilməyə səni narahat edibsə, bilmirəm, müşahidə eləmək lazımdır. Deyir, dostlarım çoxdur, amma deyir, özümü deyir, tək hiss eləyirəm. İnsanlar deyir, içində tənha qalmaq nə ilə bağlı ola bilər? Çoxluq içində yoxluq çəkirsiniz. Yəni bir yerdə ətrafındakı insanlar, yəni yanında adam olsun deyə ancaq yanında saxlayırsansa, səni anlayan insanlar deyilsə, belə hiss eləməyin normaldır əslində. Demək bir yerdə öz ruhuna yaxın bir insanlara ayırt edə bilmirsən. Yəni özünə çəkə bilmirsən. Luna yazır, sizcə saf pis və yaxşı həyatda yoxsa travma göstərisi pis düzələ bilər? Bax, sən belə bir cavab verin, başa düşəcəksən indi. Saf insanları pis adamlar niyə görə aldadır? Çünki pis adam pis adamdır, amma saf adamda pisliyi olmadığına görə pis adamdakı pisliyi hiss eləyə bilmir və bir yerdə həmin adama aldanır. Amma bir yerdə həmin o yaxşı adamın əgər qurban proqramı olmasaydı, onu yüklənmiş olmasaydı, heç pis insan belə onun qarşısına çıxmayacaqdı və həmin o pis insana aldanan yaxşı insanın bir yerdən sonra həmin o belə deyim də o deyir, suyu belə üfləyə içirir. Bir yerdə o güvənsizliyi aldığına görə, pis duyğunu yaşadığına görə artıq o duyğunda təcrübə olur.
və bundan sonra başlayır ətrafında olan pis insanları ayırd eləməyi bacarmağa. Yəni tutaq ki, kimsə mənə deyirsə ki, sən paxıllı demək, onun özündə də paxıllıq var ki, məndəki duyğunu ayırd eləyə bilər və yaxud da ki, məndə paxıllıq duyğusu yoxdur, sadəcə məndə o duyğu yoxdur, özündəki olan boşluğu görür. Bu baxımdan da ki, insanların bir-birinə baxanda insanın güzgüsüdür. Digər tərəfdən belə bir şey deyə bilərəm ki, pis düzələ bilər, ancaq pis olduğunun fərqindədir. Yəni zaten yaxşı insan dediyimiz zaten pislərin qurbanı olur ki, o başdan xarab insanlar heç vaxt düzəlmirlər ki, hətta kobud da olsa deyəcəyəm, heç nə olmaz. Deyirək, qoyun gəlib, qoyun gedirlər ki, doğrudan da var. Yəni, dünyada milyardlarla insan olub, milyonlarla illər keçib ki, ancaq talihlər gəliblər, yaşayıblar, ölüb gediblər. Və bir yerdən sonra problemin fərqinə varmayıbsa, artıq söhbət ondan gedir ki, o düzəlməyəcək. Çünki hər sizin verdiyiniz sualı bir dəfə buna bənzər bir şey vermişlər. Mənə deyirlər, narsistlər sağala bilər. Narsist sağala bilər. Amma ki, özü probleminin fərqinə varırsa, amma ki, bir şey də var ki, 40 yaşında kişidir, amma belə baxanda mənim 17 yaşında elədiyim şeyi 40 yaşındakı kişi eləyə bilmir. Yəni, bir yerdə o fərqindəliyi yaşamaq şeydir ki, onu bacara bilmir. Yəni, mənim 17 yaşındakı başa düşdüyüm şeydən gedirsə, və yaxud da başqa bir insanın da müqayisə eləmək əslində yersizdir, amma ki, eləmək lazım olanda belə onu eləyə bilirəm ki, yəni, belə şeylər, belə faktlar var ki, insanın fiziki yaşından çox ruhsal yaşının müdriklüyü daha çox önəmlidir. Yəni, adam qəbul bilmir ki, mən 40 illik həyatımı, 50 illik həyatımı və yaxud da nə bilim, yalan danışaraq, pis insan olaraq yaşamışamı qəbul bilmir və bir yerdə məsuliyyətin özündə olduğunu qəbullanmaq istəmir deyə sağlamaqdan inkar edir. Elə insanlar sağla bilmir. Gülşən Əlizadə deyir, salam. Salam Gülşən xanım, xoş gəlmişsiniz. Salam, necəsiz? Springtrap deyir. Salam, yaxşıyam, yaxşı olasınız, necəsiz? Qardaş yazdım. Tamam, cavab veriləcək sizə. Aha. Sağ olun. Deyir, gənc olanda deyir, hisslərimi deyir, göstərəydim. Deyirdim, kişilər nə? Gənc olanda hisslərimi göstərsəydim, kişilər ağlamaz deyirdilər. İndi emosiyalarımı tanıya bilmirəm. Hissləri boğmaq sonradan nəyə çevrilir? Heç nə. Azərbaycan kişiləri niyə görə tez ölür? Vaxtında uşaqlıqda duyğularının boğulduğuna görə ki, 40 yaşına çatır, artıq ürəyində infarkt riski başlayır. Bu baxımdan da, yəni, kişilərin Azərbaycanda tez ölməyinin səbəbi odur. Yəni, o demək edib, oturub bütün gün ağlayırsan. Söhbət ondan gedir ki, bütün duyğuları bildirmək artıq kişiyə layiq deyil, kişiyə aid deyil. Sənə yüklədiklərinə görə, amma baxmırlar ki, ay oğlum, ay qızım, sən niyə görə ağlayırsan? Onu anlamırlar, qayıdıb səni ağlamağı susturaraq, səni orada bir yerdə mental çərçivəyə sığdırmağa çalışırlar. Deyir, mənim oğlumun deyir, gözünə deyir, dırnağım dəymişdi, zədələnmişdi, ondan sonra deyir, əl-ayaqdan kəsilmişəm, evdə iş görə bilmirəm. Özünüzü günahkar hiss edirsiniz də ona görə, amma bilərək eləməmsiniz ki, siz onsuz da onu. Özünüzü niyə görə günahkar hiss edirsiniz ki? Və o günahkarlıq əslində bir yerdə sizin uşaqlıqdan gələn duyğunuzdur ki, həmin o günahkarlıq bugünün günahkarlığı deyil. Deyir, elə bil bədənim aşağı tökülür. Zəhmət olmasa seans haqqında məlumat verərsiniz. Siz yazıb əlaqə saxlamısınızsa, seans barədə sizə məlumat veriləcək. Yəni, seansın öncə ilkin diaqnostik konsultasiyaya keçirilir. Problem daha dərindən müşahidə ediləndən sonra seanslar barədə daha geniş ətraflı məlumat verilir. Başa düşdüm, Springtrap. Sadəcə olaraq günahkarlıq duyğusudur ki, ondan sağlanmalısan. Yəni, bilə istəyən eləməmisənsə, bilmədən eləmisənsə, bilmədən elədiyin şeyə görə çox dərin günahkarlıq hiss edirsənsə, bu sənin indiki duyğun deyil, uşaqlıqdan gələn duyğundur. Çünki uşaqlıq travmalar adətən yaralanır və zaman keçici o yara başlayır qabuq bağlamağa. Və bir yerdən sonra da həmin o qabuq vermiş yara bir yerdən sonra başlayır, müəyyən bir hadisələrdən sonra başlayır yenə qopardılıb qananmağa. Ona görə də həmin o ilkin hadisəyə qayıdıb baxmaq lazımdır. Deyir, bugün qoşula bilərik. Bilmirəm. Düşünürəm ki, çox güman ki, yox, ancaq ki, olsa da məlumat veriləcək sizə. Deyir, sizə onu da deyim ki, uşaqlarımı vururam, özümdən asılı deyil. Uşaqlarımı vurursan, çünki bir yerdə öz valideynivi qınamısan deyən, indi qayıdıb öz valideynivi haqq qazandırmağa çalışırsan. Hə, bir maraqlı da bir məqam var ki, bəlkə də sizin özünüzün valideynlərinizə çox şiddət göstərən valideynlər olublar deyənə, bir yerdə mən anam kimi olmaq istəmirəm deyə özünüzə söz vermişsiniz. Və o baxımdan da belə deyək də, sən onun özünü qınadığına görə sənin limbik beynində şuur altında axı var axı, mən anam kimi olmaq istəmirəm, amma sən öz anavında olma deyəni onda kopya olaraq görmürsən deyənəm.
başlayırsan onu canlandırmağa. Və adamlar var ki, uşağını vurur, deyir ud ağlamaq və ağlamağı ud, nə bilim neynə belə elə. Başlayır şey eləməyə. Özünü günahkar hiss edir, çünki onu hiss eləmək istəmir. Deyir, adi səsləri çıxır, evdə əsəb oluram. Hə, maraqlı bir məqam var ki, siz demək uşaqlığınızda səs çıxardığında sizi üstünüzə qışqırıblar ona görə. Bir xeyli dəyişmirsən sən onu. Aytaç Nağızadə. Kimdir bu? Aa, tanıdım. Salam Aytaçınca sən. Qoy bunu atım bloku burada. Artıq əsti yazır, indi fikir verdim. Üzr istəyirəm, indi gördüm. Yazın orada. Salam sizdən çox sağ ol, sən necəsən? Yaxşıyam, sən də yaxşı olasan. Belə. Aha, suallar vermirsiniz. Deyirlər nədir problemləri, deyir keçər deyib, deyir görməzdən gəldim. İndi deyir bədənim reaksiya verir, yorğunluq, deyir ağrılar, emosiyalar bədənlə necə danışır. Bədən əslində bizim ağrı dili ilə danışır. Yəni sənin bir yerdə əşi sonra həll edərəm deyib bastırdığın hər bir problem, hər bir duyğu bir yerdə sənə ağrı olaraq özünü göstərir. Yəni keçən səfər bir xanımla konsultasiya edirdik. Demək xanımın üzü bildiyiniz dəhşət urtikaria səpkilərlə dolu idi ki, yoldaşının onu etdiyi xəyanətdən sonra baş vermişdi ki, hə olub elə davamlı elə pasientlərim çox olub ki, yoldaşının onu etdiyi xəyanətdən sonra o duyğunu qəbullana bilmir, o duyğudan iyrənir denə, bədən də allergik reaksiya olaraq o duyğunu qusur. Və bu da bir yerdən zaten ruhun bədənlə əlaqəsini o cür göstərir ki, ruhumuz bizim bədənimizə o cür simptom olaraq siqnal verir. Və yəni çox müşahidəçi, çox diqqətçili bir insansızsa, qayıdıb bu şeyi ayırt edə bilirsiniz. Onun fərqinə varıb vaxtında sağala bilirsiniz, amma ki, fərqinə varmayan insanlar ancaq o cürdə yaşayır. Yəni sizə suala onu gətirib deyəcəyim ki, yəni sən əslində bir yerdə görməzdən gəldiyin, nə qədər görməzdən gəldiyin bir şey varsa, bir yerdə o səni daha da çox ciddi ağrıdacaq. Deyir, elə bilirəm, utanır, onu geyinib çıxanda. Dəqiqə nəsə sualın əvvəli var. Deyir, mənim oğlumun 12 yaş var, təzə paltar alanda deyir, elə pis reaksiya verir ki, jaketi, 2 şalvarı var. Aha, elə bilirəm, utanır onu geyinib çıxanda. Nə bilim, uşağı deyir, başa düşmürəm. Niyə utanır ki? O uşağı o paltarı birinci kimi alıb və onu utandırılmaq olduğunu onu kimi öyrədib ki? Çünki tam başa düşmədim nə demək istəyirsə, amma ki, aşağı yuxarı təxmini anladım. Düşündüyüm şeydirsə. Bir dəqiqə. Deyir, münasibətlərdə deyir, əvvəl çox dərindən yaxınlaşıram, sonra birdən uzaqlaşıram. Hamı tərəfindən sevilmək istəyirəm, hamıdan da qaçıram. Bu ziddiyyət deyir, nəyi göstərmiş ola bilər? Gəl suala arxadan cavab verim ki, hamı tərəfindən sevilmək istəməyim hansı duyğudan qaynaqlanır ki, hamı məni niyə görə sevməlidir ki, o ehtiyacı niyə görə özümdə duyuram, qayıdıb baxmalısan. Və bir yerdə zaten bu sənin uşaqlıqdan gələn sevilməyən uşaq olduğun göstəricidir. Digər tərəfdə münasibətlərdən həm yaxınlaşma, həm qaçmağının səbəbi, münasibətlərdə sən uşaqlıqdan nə münasib duyğu yaşamısansa, hansı duyğuna əgər görmüşsünüzsə, bir yerdə o duyğunu başlayırsınız özünüzə çəkməyə. Və digər də maraqlı bir məqam var ki, sən əslində münasibətlərdə arzu etdiyin duyğunu görmürsən, yaxınlaşandan sonra başlayırsan uzaqlaşmağa. Yəni nə istədiyini tam olaraq ayırd edə bilmirsən. Ona görə də yəni özünüzdə tam dərindən onu müşahidə edə bilərsiniz ki, demək, yəni sənin uşaqlıqda zaten valideynlərin əgər sağlam ailə nümunəsi olmayıblarsa, sən də öz valideynin kimi bir rol canlandırırsan, həyat və partneri cəlb edirsən. Tutaq ki, atan anava xəyanət eləyibsə, sən anavın rol modelini kopyalarsan və atan kimi bir kişi rol modelini, partneri çəkirsən həyatına. Yəni bir yerdə, çünki sən onu normal görməsən belə, onu qınasan belə, şüurlu şəkildə doğru olmadığını anlasan belə, şüur altında məntiq yoxdur, şüur altında reallıq anlayışı da yoxdur ki, şüur altı reallıqla mentallığı ayıra bilmir. Yəni
Acı yuxuda yatırsan, yuxuda səni görsən səni öldürürlər, amma onun real olduğunu düşünürsən və bu da onu göstərir ki, şuur altında məntiq yoxdur və o məntiqsizliklə belə o duyğunu başlayırsan özünə çəkməyə. Deyir, nə bilim, mən də deyir, başa açmıram uşağın. 12 yaşda uşaq yeniyetməliyi keçirir. Oğlan uşağıdır. O uşağı ya bir yerdə paltarına görə lağa qoyublar, ya da bir yerdə kimsə ona nəsə alıb onun başına qalxıb. Elə bir şey ola bilər. Deyir, birini unutmaq deyir, niyə bu qədər çətindir? Birini unutmaq çətindir çünki həmin o unutmaq istədiyin bir insan sənin duyğusal boşluğu doldururdu və həmin sənin həyatının çıxıb gedəndən sonra belə sən o boşluqdan baş-başa qalırsan. Və nəzərə almalısan ki, həmin o duyğusal boşluq sənin uşaqlığından gələn duyğu olur ki, sən o boşluğu doldurmaq üçün narkotik kimi həmin o toksik asılı münasibətdə asılıb qalmısan. Və yəni sağlam münasibət olsaydı zaten ayrılmayacaqdınız. Unutmağın əslində çətin deyil, sadəcə sən onu qəbul edə bilmirsən. Deyir, yox elə bir şey olmayıb, amma hər şey reaksiyası mənfidir. Başa düşdüm, ancaq şey demək lazımdır, müşahidə aparmaq lazımdır ki, niyə görə elədim. Çünki ağlıma gələn olasılıqlar bunlardır, başqa da şeylər var ki, yəni oturub burada nə qədər şeylər saya bilərik ki, o da ki, o zamanımız məhduddur. Ancaq müşahidə aparmaq olar. Deyir, başa düşdüm, uşaq ancaq deyir ki, mən istəyən olsun. Niyə görə onun istədiyi şey əslində sevgidir. Bir yerdə uşaqlar deyirlər, mənə iPad alın, mənə iPhone alın. Əslində bir yerdə o uşağın istədiyi şey bir qucaqdır sadəcə. Sadəcə ananın, atanın göstərəcəyi nəvazişdir ki, o yetəri qədər sevildiyini hiss eləsə, həmin o mən istəyən olsun şeylər bir yerdə qıraqda qalır. Çünki o mənəvi olaraq boşluğunun dolmadığının fərqindədir və maddi olaraq hər şey mən istəyən olsun deyir olmasa. Yəni ən azından qoy mən istəyən maddi olaraq təmin olunsun deyir, aqressiyasını qusur. Ancaq o uşağın istədiyi şey sevgidir. Valideynləri tərəfindən kifayət qədər sevildiyini hiss eləsə, sizə qarşı aqressiyanı da göstərməyəcək. Deyir, uşaqlıqdan deyir, tez-tez xəstələnirdim. Hamı zəif bədəndir deyirdi. İndi deyir, stres olanda allergiyam artır. Bədən deyir, illər əvvəl eşitdiklərini xatırlaya bilərmi? Bəli, bilər. Bədən illər əvvəl eşitdiyini unutmur. Yəni tam sağalmayıb, ondan unutmur. Amma ki, sənin özünün zəif bədəndir deyilməyinin səbəbi bir yerdə səndən topluma uyğunlaşmağa çalışmağındır. Və sən stres olanda allergiyavın artmağı, bunu qəbul oluna bilmirsən. Amma xəstələnməyinin səbəbi bir yerdə duyğusal çöküş yaşamısan deyənə, bu baxımdan da bədən onu tab gətirə bilməyib və bədən başlayıb özünü çöktürməyə. O qədər insanlar var ki, istəmədikləri həyatı yaşadıqlarını görə xəstələnirlər. Çünki insan özünə xəyanət eləyəndə bədən də onu cəzalandırır. Yəni bir yerdə sən ya valideynlərinin duyğusunu yaşamısan, evin negativini daşımısan, olur elə şeydə ki, yəni insanlar xəstəliyi özü seçsə belə bir yerdə yeni doğulan körpələrdə, ümumilikdə uşaqların xəstəliklərində valideynlər seçirlər. Yəni karmik olaraq, duyğu olaraq uşaqlara ötürülür. Bu baxımdan da yəni yazdığınız şey biraz qarışıq görünür. Ona görə də baxmaq olar ancaq ki, görə müşahidə aparmaq olar ki, nədir? Deyir, sevgi özü qoymur, səhər yuxudan durur, it kimi tutur, əsəb edir məni gün ərzində. Çünki sizə güvənmir də, çünki deyirsiniz axı bir yerdə o məni əsəbləşdirir, uşaqları məni əsəbləşdirir. Sən uşağı əsəbiliyi bildirməsən belə və yaxud da bildirsən belə, uşağı artıq sən güvənsizliyə ötürmüsən. Uşaq sizə güvənmir, övladınız sizə güvənmədiyinə görə sizin ona sağlam yanaşmanızı belə qəbul edə bilmir. Yəni bir yerdə öz ailənizlə bağlı olan aqressiyanızı siz həll eləsəz, mental olaraq o duyğudan sağalsaz, uşaqlarınızla da artıq sağlam bir enerji xətti formalaşmağa başlayacaq. Çünki sizin özünüz belə tam sağlam, ailənizdən götürdüyünüz duyğular sağlam deyil. Deyir, atam deyir, çox sərt ata olub, evdən deyir, ondan deyir, icazəsiz bir şey deyə bilmirdik. İndi də deyir, bugünkü gündə onun qorxusunu hiss edirəm. Aha, bəs nə eləməyə düşünürsünüz? Başa düşdüm, probleminizi əslində özünüz yazmışsınız orada ki, atanızdan qorxurdunuz. Atanızdan qorxmağınızın sizə bugünkü günə nə kimi mane olur? Deyir, düzdür, mən deyir, sağlam böyüməmişəm, anam daim deyir, hər şeyin üstündə vururdu məni. Halbuki onun hər işini mən edirdim.
Çox nahaq anavın işini sən yerinə yetirməli deyilsən ki, anan öz işini özü görməlidir və bir yerdə zaten rollar orada qarışır da bir yerdə. Uşaq başlayır anasına analıq eləməyə ki, bu da doğru bir şey deyil. Və bu baxımdan da ananıza qarşı olan aqressiyanız, kininiz və sağlam böyüdülmədiyiniz bir duyğudan sağalsaz, artıq uşağınız da artıq sizlə sağlam bir ünsiyyət qurmağa çalışacaq. Bax, bir xanımla biz konsultasiya eləmişdik. Daha doğrusu xanımın oğlu üçün müraciət eləmişdi. Demək, xanımın oğlu epizodlar görürdü, yəni paranoyak keçirirdi ki, gözünə hər hansısa ruhlar görünürdü, varlıqlar görünürdü və o ruhlar da buna get qollarını kes, nə bilim, özü doğra deyirdi. Və bir dəfə uşaq onu eləmişdi və evi qan aparmışdı, skor pomoş gəlib aparmışdı uşağı xəstəxanaya. Və bu baxımdan da ana özünü günahkar hiss eləyirdi. Və biz əslində deyirdik ki, oğlum deyir mənə eşitmir, oğlum nə mənə qulaq asmır, belə eləmir, elə eləmir. Biz uşaqla seans eləyə bilmədik. Yəni konsultasiyada belə məlum oldu ki, uşaq etiraf elədi ki, mən sağalmaq deyir istəmirəm, deyir, seans deyir mən istəmirəm, çünki mən deyir zamanla sağala biləcəyimi deyir düşünürəm. Ancaq ki, ananın özü narahat idi elədi və biz ananın özünə məcbur seans keçirtməyə məcbur qaldıq ki, deyir ən azından çox narahat istəyirəm, özümü qayğılanıram, belə edirəm, elə edirəm. Biz ananın günahkarlıq duyğusunu və yazıqlığını, özgüvən problemini aradan qaldırandan sonra artıq deyir, oğlum deyir, mənə eşitməyə başlayır. Yəni bir yerdə enerji xətti dəyişildiyinə görə artıq uşaq da. Çünki ana uşağa baxanda özünü günahkar hiss eləmir axı artıq. Və bu baxımdan da o enerji xətti dəyişildiyinə görə rahat ola bilir. Bir də xanım var idi ki, düz o mənim seansım deyildi. Demək, uşağa autist spektr xəstəsi idi ki, həmin ananın özü uşağına belə deyim də, uşağına görə gedib nutrisiologiyanı belə öyrənmişdi. Onun üçün xüsusi keto pəhrizləri var ki, onun üçün həyata keçirirdi. Və bir yerdə deyirdi ki, yəni uşağım deyir, ümumilikdə də heç məndir eşitmirdir o da. Nə bilim belə olur, elə olur, problemlər çox olur evdə. O xanımın özünün də günahkarlıq duyğusu var idi və o günahkarlıq duyğusu xanıma əslində anasından yüklənmiş bir duyğuydu ki, sən xanımın anası buna hamilə olanda qızını doğsa ölüm riski olduğuna görə həkimlər aldır deyir uşağı və uşağı aldırmamışdı, uşağı dünyaya gətirmişdi və uşağın 7 yaşına çatanda ana uşağı doğduğundan 7 il sonra rəhmətə getmişdi. Və uşaqdan böyük bacı qardaşları deyir ki, anam səni doğmasaydı ölməyəcəkdi, belə olmayacaqdı, elə olmayacaq. Xanıma günahkarlıq hissi yükləmişdilər. Və bir xanımın əgər günahkarlıq duyğusu varsa, onun o öz günahkarlığı ilə özünü cəzalandırmaq üçün xəstə uşaq sahibi olaraq özünü cəzalandırmağa başlayacaq. O fiziki qüsurlu ola bilər, autist spektr ola bilər, Down sindromu ola bilər ki, bir çox şeylər saya bilərik ki, orada o cür problemlər yaranaraq uşağına baxanda avtomatda özünü şüuraltı olaraq günahkar hiss eləyir. Və uşağın vəziyyəti ona da başlayır şey olmağa, pisləşməyə doğru gedir. Amma xanımın öz o günahkarlıqdan sağalandan sonra, yəni uşağı ilə münasibətləri belə tam sağlam olmuş. Çünki autist uşaqlar əslində məntiqləri, IQ-ləri daha çox yüksək uşaqlar olurlar ki, sadəcə onların digər şeyləri var ki, həyata baxış tərzləri tamam ayrıdır. Sadəcə onlara səbrindən və əzmdən daha çox yanaşsalar, əslində kifayət qədər uğurlu uşaqlar ola bilərlər. Ananın əslində səbri də çatmırdı şey eləməyə. Deyir, əslində deyir, mənim sinirlərim deyir, yerində deyil, əsəb oluram, adi yüksək səsə belə. Başa düşdüm, əslində yüksək səs bir yerdə sizə öz uşaqlığınızda öz səsinizi boğmağınızı xatırladır. Çünki uşağınız qışqırıb oynayanda sizə ona icazə verməyiblər, sizi susturublar deyənə uşağınızın sərbəstliyini öz məhdud qoyulmuş sərbəstliyinizdən qıcıqlanma reaksiyası götürürsünüz. Ürəkdir, mən deyir, çox inad eləyirəm, hər şey deyir, əgər inad olmasam, mənim dediyim olmasa özümə əzilmiş kimi hiss eləyirəm. O bir yerdə sənin seçilməmək qorxundur, dəyərsizlik duyğundur. Yəni səni seçməsələr, sənin özünü dəyərsiz hiss eləyirsən. Və bu da ki, bütün duyğular kimi uşaqlıqdan gələn bir duyğudur ki, sən nə vaxtsa ümid verib səni seçməyiblər yəqin. Ümid vermiş də ola bilər, verməmiş də ola bilərlər. İndi onu söz gəlişi dedim. Sən seçilmədiyinə görə özünü dəyərsiz hiss eləmirsən. Və ona görə düşünürsən ki, ancaq mən inad eləyərək özümü qabağa çəkməliyəm, qabağa salmalıyam. Uşaqlığın rəqabət hissidir. Bu uşaqlarla bağçada və yaxud da məktəbdə orada-burada hansısa oyun oynayanda belə sizə ötürülmüş qorxu duyğu ola bilər ki, o rəqabət hissini kimdənsə götürmüsünüz, hardansa götürmüsünüz. Deyir, gənclikdə deyir, hisslərimi deyir, daim ertələmişəm. İndi 42 yaşım var, sonra baxıram, indi isə heç nədən zövq almıram. Bunun üçün nə etmək olar? Bir mütəxəssis yardım almalısınız. Əslində yazdığınız şey depressiya əlamətidir ki, keçmiş olan yazıqlığınız bugünkü gündən həzz ala bilməməyinizə qədər sizi gətirib çıxardır. Bu baxımdan da yəni keçmişinizlə barışmalısınız, keçmişdəki olan yazıqlığınızı sonlandırmalısınız. Düşürəm, niyə mənim dediyim yox, onun məni niyə əzir və s. çox dominantlıq eləyirəm.
Bir yerdə özünüzü güclü göstərməyə çalışmaq da ancaq o vəziyyətdən qurtula bilərsiniz. Deyir, həyatım qaydasındadır, amma deyir, içimdə deyir, səbəbsiz bir narahatçılığım var. İnsan deyir, hər şeyi düz eləyəndə niyə yenə də boşluq hiss eləyə bilər? Həyatında hər şey qaydasındadır. Qaydasında olan şeylər varsa, qaydasında olmayan şeylərə qayıdıb baxmalısan ki, sənə görə həyatının qaydasında olmaq necə bir şeydir və qaydadan çıxmaq necə bir şeydir. Bunları oturub bir dəftərə sıxım kimi çəkib müşahidə də apara bilərsən. Ondan sonra öz problemi özünə dərindən müşahidə edə bilərsən. Əgər ona səbrin çatmırsa və eləyib anlaya bilmirsənsə, burada artıq ən doğru yol mütəxəssis yardım almağın məsləhətidir. Yəni ki, bir yerdə sən nəyisə düz eləyəndə belə içində boşluq yaranırsa, demək bir yerdə sən özünü sübut eləməyə çalışırsan. Yəni baxın, mən düz eləmişəm, amma mənə alqışlayın, mənə afərin oğlum, afərin qızım deyini gözləyirsiniz ki, bu da bir yerdə sizin öz yetərsizliyi duyğunuz və mükəmməliyyətçiliyinizi göstərir ki, mükəmməl olmağa çalışaraq kiminsə alqışını, afərin sözünü eşitmək istəyirsiniz. Deyir, uşaqlıqda bizim evimizdə tez-tez dava olurdu. Mən isə deyir, sakit qalmağa çalışırdım. İndi isə də deyir, konflikt olanda deyir, səsim tutulur, boğazım ağrıyır və keçmişin yükü bugünkü günə qədər özünü göstərir. Uşaqlıqda gördüyünüz davaların özünüzdə hansı duyğu keçirtmisinizsə, o duyğudan sağalmalısınız. Adamlar var ki, valideynlərinin etdikləri davadan özlərini günahkar hiss edirlər ki, nə bilim, valideynim mənə görə dava edir, nə belə eləyir. Və bu baxımdan da siz həmin o yerdə nə özünüzü qoruya bilməmisiniz, nə istədiyiniz vəziyyətdən çıxa bilməmisiniz, yəni özünüzü ifadə edə bilməmək boğazınızda ağrı kimi göstərir. Kimisində olur farenqit olur, kimisində olur zob xəstəliyi olur, kimisində nə bilim cürbəcür boğaz xəstəlikləri olur ki, hətta o qədər adam var ki, həftə 8-9 angina deyir oluram. Səbəb onu göstərir ki, həm adam soyuq deyir, su içməmişəm, nə bilim bayırda deyir, çox olmamışam, belə olmayıb, amma ki, bir yerdə özünü ifadə edə bilməmək və özünü qoruya bilməməkdən irəli gəlir. Duyğusal olaraq, duyğularını bastırmaqdan irəli gəlir. Və bir yerdə uşaqlıqda hansı duyğunu keçirtmisinizsə, o duyğudan sağalaraq bugünkü gündəki morfoloji ağrılarınıza son qoya bilərsə, digər də bir məqam var ki, uşaqlıqda özünü günahkar hiss etmək, yəni valideynlərin davasında özünü günahkar hiss etmək anadan da çox şey asılıdır. Yəni ana əslində özü dava eləyir öz yoldaşına və bir yerdə boşana bilməyə cəsarəti çatmır deyə uşağını orada günahkar hiss etdirir ki, sən olmasaydın mən boşanmışdım çoxdan, uşağını başlayır bəhanə eləməyə, özü əslində məsuliyyət götürməkdən qorxduğu halda. Və bir yerdən sonra uşaqda belə bir təlqin formalaşır ki, mən əslində valideynimin xoşbəxtçiliyini əldən alan mənəm və başlayır özünü günahkar hiss eləməyə və bu günahkarlıq da uşağın ömrünün sonuna qədər qara edir, ta ki sağalmayana qədər. Yəni sizdəki hansı durumlardırsa ancaq bir mütəxəssis baxışı görüşündə iştirak eləməlisiniz ki, probleminiz ortaya çıxsın. Çünki çox dərin mövzulardır onlar, ona görə də saxlayıram. Belə. Deyir, hər dəfə deyir, özümü dəyərsiz hiss eləyəndə deyir, dərimdə səpkilər çıxır. Özümə qarşı deyir, sərt olanda bədənim deyir, reaksiya niyə verir? Elə bayaq ona bənzər bir кейsdən misal çəkdim, danışdım. Özünüzü dəyərsiz hiss etdiyiniz duyğuda ya kimlənsə müqayisə edirsiniz özünüzü, kimlənsə olan rəqabət hissiniz, nəyəsə qəbulana bilməmək sizi qıcıqlandırır. Və bir yerdən sonra qıcıqlanma, qəbulana bilməmək dərinizdə səpki olaraq özünü göstərir. Ona görə də bədənin reaksiya verməyi, maraqlı da bir məqam oldu ki, sən gördüyün dəyərsizlikdə susub oturduğuna görə bədənin susmaq istəmir, ruhun susmaq istəmir və ruhun bədənə bir simptom olaraq bir mesaj göndərir ki, məni gör, məni oxu. Deyir, uşaq vaxtı deyir, çox tənqid olunmuşam, təriflənməmişəm. Uşaqlığımı xatırlayanda çox kövrəlirəm. İndiki günümdə isə belə 35 yaşım var. Uğur qazananda belə içim rahat olmur. Özümü tapa bilmirəm, nə edəcəyimi bilmirəm. Başa düşdüm, uşaqlıqda tənqid olunduğunuza görə zaten
uğur qazanmağı belə özünüzə bir kimlərsə susturmaq üçün uğur qazanmağa çalışırsan. Yəni mən hər hansısa bir uğur əldə etməyə çalışıramsa, onu mən özüm üçün öz gələcəyimə investisiya kimi düşünürəm, onu eləməliyəm. Hə, kimlərinsə acığına sən nələrsə eləyirsənsə, uşaqlıqda çox tənqid olunmusan deyənə, o tənqidləri eşitməmək üçün insanları susturmağa çalışırsan. O yetərsizliyi, dəyərsizliyi üstünə atmağa çalışırsan ki, bu da bir yerdə özünü sübut etməyə ehtiyacı, özünü valideynlərə sübut etməyə ehtiyacı bir yerdə səni tükənmişliyinə qədər gətirib çıxardar, yaşınız necə olursa olsun. O baxımdan da ki, yetərsizlikdən siz ancaq bir sağalsaz, artıq öz uğurlarınızı kimlərəsə sübut etməyə çalışmayacaqsınız. Bir dəqiqə. Deyir, xanımam, 41 yaşım var. Hər kəsin qayğısına qalmışam, amma deyir, özümə vaxt ayıranda günahkar oluram. Bu günah hissi nəyi göstərir? Hər kəsin qayğısına qalmağa məcbur deyilsən və o məsuliyyəti belə öz boynuna götürməli deyilsən. Hə, sən əslində özünə vaxt ayırdığın ərəfədə egoist olmusan, tənbəl adlandırıblar səndən. Özünə vaxt ayırıb, özünə istirahət edəndə özünü tənbəl hiss etməmək üçün insanların qayğısına qalaraq o duyğusal boşluğu doldurmağa çalışırsan. Yəni insanların bir elə təsdiqinə də ehtiyacın var, onayına ehtiyacın var. Bu baxımdan da kimlərin məsuliyyətini öz boynuna götürmüsənsə, kimlərsə o məsuliyyəti sənə yükləyibsə, qayıdıb o duyğunu qaytarmalısan. Sən də, mən də, hər kəs kimi dünyaya biz bir dəfə gəlirik və ancaq öz ehtiyaclarımızı biz həyatımızda qarşılaya bilərik. Kimlərinsə ehtiyacını qarşılamaq, hamına məni sevməyə mənə maraqlı deyil. Yəni sən təlxək deyilsən, biri üçün göz vurasan, biri üçün atlanasan, biri üçün düşəsən, ona görə bunu sən özün tam dərindən dərk etməlisən ki, yəni sən özün üçün, sən insanlar üçün yox. Ona görə də onu şuur altınıza izah edərək həm sizi həmin o vəziyyətdən xaric edib, çıxardıb sağaltmaq olar. Deyir, birini unutmaq istəyirəm, onu da bilmirəm, nə edə bilərəm, günün hər saatında yadıma düşür. Ancaq onu konsultasiyada müşahidə edə bilərik, ancaq sizə qısa belə bir şey deyə bilərəm ki, birini unutmaq istəyirsənsə, qayıdıb baxmalısan, uşaqlıqda hansı duyğusal boşluqla böyümüsən ki, həmin unutmaq istədiyin biri sənin həyatında olanda həmin boşluğu səndə doldururdu və o həyatından sənin çıxıb gedəndən sonra o boşluğun daha da dərinliyə düşür. Yəni bir yerdə narkotik asılılığı kimi bir şeydir. Toksik asılı münasibətdir ki, doğru olmayan bir insan öz boşluğu doldurmağı üçün həyatında saxlamağa davam edirsən və unuda bilmirsən. Bu baxımdan onu özünüzdə müşahidə edə bilərsiniz və dərindən unutmaq üçün onu ancaq keçirilən seanslarda istədiyiniz nəticəni görə bilərsiniz. Agent deyir, bağırsağım deyir, ağrıyır, psixoloji da deyir, həkim nə edim bilmirəm. Əslində stresin, kinin, nifrətin və aqressiyanın ilkin vurduğu orqanlar mədə və bağırsaqlar olur. Və bu baxımdan da həkim də psixoloji deyirsə, zaten bütün xəstəliklər, bütün ağrıların hamısı psixolojidir. Bu baxımdan da sən qayıdıb onun psixoloji tərəfini bir ən azı mənə və yaxud da mənim öz kollega yoldaşlarıma buyurub müraciət edəsən, sənin problemin istənilən halda psixosomatik tərəfi sağaldıqsa, bağırsaq problemlərin də aradan qalxmış olacaq. Yəni ki, necə istəyirsiniz elə edə bilərsiniz. Deyir, həyatım deyir, boyunca deyir, məni susturdular, ancaq dözməlisən deyirdilər. İndi isə deyir, səbəbsiz yerə əsəbləşirəm. Uzun müddət yığılan deyir, dözüm nəyə çevrilir? Uzun müddət yığılan dözüm əslində sənə qarşı, səni susturan insanların ziddinə çox böyük aqressiya ilə, pasiv aqressiya ilə çevrilir ki, onlardan ya intiqam almaq istəyirsən, ya hər hansısa bir qisas olmaq istəyirsən, yəni üsyan eləməyə çalışırsan. Əslində ruhun bir yerdə yorulur, ruhun üsyan eləməyə çalışır ki, ancaq özünüzə xəyanət eləməyə dayandırmalısın. Sən heç nəyə dözməli deyilsən ki. Aygün Musayeva deyir. Aygün, bura girə bilmirsənsə, əlində telefon varsa, demək sənin 1 manata ehtiyacın yoxdur. Əgər 1 manata ehtiyacın varsa, dövlətin yardım fondu varsa və sənə tam səmimiyyətlə sənə inandırım ki, sənə o 1 manatdan çox artıq bir aylıq bir şeylə maddiyyatla təmin edəcəklər. Həmişə belə yazanların həmişə axırda qoyduğu smailik var. Belə yazanları gördüyümə görə smailikə qıcıq oluram həmişə. Bilirəm, o smailikə qoyan adamlar həmişə normal bir şey demirlər. Gecələrində smailikin də günahı var. Es yazıb salam. Salam, xoş gəlmişsiniz, axşamınız xeyir. Deyir, hər şey qaydasındadır. Qaydasında olsa belə içimdə bir narahatçılıq var. Sanki deyir, pis bir şey olacaq. İnsan sakitliyi nəyə etibar eləyib, rahatlıqla deyir, şey deyə bilmir, neyə bilmir. Rahatlıqla yəqin ki, arxavı yasına bilmirsən deyirsən. Bu baxımdan da belə deyim də, zarafat bir yana,
Hər şey yolunda olanda əslində sən bir yerdə qəfil baş verə biləcək təhlükələrə qarşı hazırlıqsız tutulmaqdan qorxursan. Ətrafa qarşı güvənsizsən və ətrafdan alacağın təhlükəyə qarşı tətikdə qalmağa çalışırsan ki, nə vaxtsa belə bir durum yaşamısan, özünü qoruya bilməmisən və özünü qınamısan və bundan sonra ancaq mən özümü qorumalıyam deyə özünə söz vermirsən və bu bir yerdə zaten sənin gündəlik həyatında diqqət əksikliyi, diqqət yayınıqlığına qədər çıxarda bilən bir problem olur ki, əslində diqqətin yayınıqlığının səbəbi ətrafa qarşı olan təhlükəyə qarşı özünü qoruma instinktivindir. Həmin o duyğu səndə dəyişilsə, yəni sən əslində reptil beyninlə sağlam reaksiya verə bilmirsənsə, o duyğu səndən sağalsa, sağlam reaksiya verməyi öyrənəcəksən. Deyir, çox relaks olurum dostlar, o qədər relaks olan ki, rahatlığınızdan narahat olsunlar. Məncə də. Əslində zaten həyat elədir. Kimsə özünü nəyisə eləməyə icazə verirsə, onu özünə icazə verməyən insanlar başlayır qıcıq olmağa. Çünki onu özünə eləməyə icazə verir. İnsanları qınamağımızın səbəbi də odur da. Yəni biz qınadığımız şey əslində özümüz yaşamaq istəyirik. Və yaşamaq istəyirik ona görə ki, uşaqlıqda onu ya bizə qadağa qoyublar, ya eləmək istəyən bir insanı, eləyən bir insanı qarşımızda qınayıblar və bizdə də maraq doğurub. Və o cürdə mental çərçivədə çox ciddi vahimə ilə tabulaşdırılmış bir prosesi başqasının elədiyini görəndə artıq qınamağa başlayaraq o türklər demişkən bok atmağa çalışırıq. Deyir, qohumlarımı itirmək istəyirəm. Nə bilim, nə deyim. Qohumları itirmək əslində zarafat bir şey deyə bilərəm ki, sən ailəvi qohumlarını unutmaq kimi, beynindən silmək kimi bir şansın yoxdur. Çünki ancaq onların səndə buraxdığı ağır mənfi enerjiden qurtula bilərsən. Uzer deyir, axşamınız xeyir. Salam, axşamınız xeyir. Deyir, mən sizin ciddiyyətinizi pozuram, çıxım gedim. Ciddiyyətimi pozmursun. Yəni, mən gülmək istəməsəm gülmürəm. Gülməli bir şey olanda gülürəm. Əgər Allah bəyənmədiyim bir şey olsa, ona cavab verməyəcəm. Deyir, məktəbdə deyir, çox susqun idim. Fikirlərimi deyir, demirdim. İndi boğazım deyir, tez-tez deyir, tutulur. Deyilməyən deyir, sözlərin boğazla əlaqəsi olduğunu öyrəndim yenidən. Və bunun üçün nə etmiyorlar? Deyilməyən sözləri hansı duyğularsa, duyğulardan sağalmalısan. Niyə görə deyə bilməmsənsə, o duyğudan sağalmalısan. Sən o duyğudan sağalandan sonra artıq sənin bugünkü gündəki ağrıların, sıxıntıların aradan qalxır. Travma əslində domino daşı kimdir? Sən dominonun ilkin qoyduğu daşı tapandan sonra, o daşı türklər demiş devrəndən sonra artıq bugünkü günə olan bütün dominoların hamısı başlayır aşmağa. Və ona görə sənin bugünkü gündəki problemləri mən hamıya deyirəm ki, bugünkü günümüzün problemi mənə çox ciddi maraqlı gəlmir. Bugün sən kimlə getdin, nə yedin, nə yedin, nə içdin. Sadəcə olaraq sənin bugünkü gündə hiss etdiyin duyğu mənə maraqlı gəlir ki, sənin mən bilirəm ki, həmin o duyğunu ilkin yaşadığın bir an var və sən həmin anı qaytararaq, həmin o duyğudan səni xilas eləyəndən sonra artıq bugünkü gündə istədiyin nəticə gözlə görülən dərəcədə olur. Görürsünüz nə geçən sizə ChatGPT kimi cavab verirəm dayanmadan. Daha nə istəyirsiniz? Deyir 3K oldu, hadi bay bay uğurlar. Təşəkkürlər, çox sağ olun. Deyir, həyatda deyir, səbr et. Keçər prinsipi ilə deyir, yaşamışam. Aha. İndi isə daxilində səbəbsiz bir əsəb var. Uzun illər yığılan səbir nə vaxt partlayır? Uzun illər yığılan səbir əslində o vaxt partlayır ki, sən nəyə səbr edirsən, nəyə bastırırsan, hansı aqressiya boğmağa çalışırsansa, onun bardağa daşıdan son damlanı yaşayanda partlamağa başlayır. Yəni sən vaxtında o bardaq tam dolmamış, yəni bir çimdik suyu belə həmin adamın üzünə çırpsan, üzünə atsan, artıq bugünkü gündə həmin o bardaqla daşmayacaq, onu çatlamayacaq. Fidan deyir, səhifəmə baxın. Niyə? Səhifəmə baxmalıyım. Aha, deyir, hər şey deyir, nəzarətdə olanda deyir, rahatam. Plan deyir, pozulanda belim tutulur. Özüm üçün deyir, psixoloji kitablar deyir, oxuyuram, amma deyir, düzəlmirəm. Siz deyir, hansı kitab məsləhət görə bilərsiniz? Bilmirəm, mənim hal-hazırda oxuduğum bir kitab yoxdur, ancaq ki, narahat olursansa, narahat olanda belin tutulursa, demək, olduğun narahatçılıq sənin məsuliyyətindir ki, məsuliyyəti götürməkdən qorxursan və yaxud da hansı bir duyğu var orada. Yəni, sən əslində kitab oxumaqla, bilmirəm, nə bilim. Bax da, bu vaxta qədər hansı kitab oxumusansa, davamlı elətdirə bilərsin. Deyir, hər kəs deyir, mənə güclü görür, amma mən deyir, tək qalanda ağlamaq istəyirəm. Öz deyir, duyğularım deyir, məni çox boğur. İnsanların əslində məndə işi yoxdur, əslində özüm öz düşmənim olduğunun fərqinə vardım. Doğru düşünmüsünüz əslində, sizi tanımıram, amma özünüzün də oradan da özünüzün düşməni olduğunu ad içə bilərəm. Çünki insanın özünə elədiyini ona başqa heç kim eləmir. Bu baxımdan da sən qayıdıb özü elədiyin
pisliyi niyə görə eləyirsən, kimlərin acığını eləyirsən, kimləri və yaxud özünü niyə cəzalandırmağa çalışırsan, niyə görə özü həyat və dəyər vermirsən ki, bunu eləyirsən. Onu müşahidə edib buraxandan sonra artıq özündən sülh qurmağa başlayacaqsan və artıq düşmənçiliyə son qoyacaqsan, atəşkəs imzalayacaqsın. Suallar yoxdur başqa. Bir insandan bir sevgi görürəm, amma o sevgi mənə şübhə ötürür. Keçmiş yarımçıq münasibətlər bu qorxunu yarada bilər. Əvvəldir elə bir şey yaşamışam. Ola bilər. Doktor, həyatımda heç kəs olmaya xəyanət edəcəyimdən qorxuram. Dəli olmağın əlamətidir. Yox. O duyğu səndə var, sadəcə o duyğunun gəldiyi anı xatırlamırsan deyənə, onu dəli olmaq kimi adlandırırsan. Çünki özün çarə tapa bilmirsən vəziyyəti. Ancaq ki, səbəbi var ki, o səbəb də ancaq dərində yatır. O səbəbi üzə çıxardaraq aradan qaldırmaq olur amma. Əhl-i-Beyt yazıb salam. Salam. Deyir Sənan bəy, salam, necəsiz? Salam, yaxşıyam, sağ olun, necəsiz? Nərmin deyir, salam, heç bir işdə deyir, uzun müddətlidir, qala bilmirəm. Deyir, səbəbsiz yerə çıxıram, niyə olur elə? Uzun müddətli qala bilməməkdə səbəbi əslində öz istədiyin işi tapa bilmirsən. Əslində özünü harda görürsən, özünü tam dəqiq edə bilmirsən. Və bu baxımdan ruhu missiyasını dərindən dərk etmək üçün yəni onu görməyə mane olan duyğulardan sağalmalısan. Onu görməyə mane olan bloklar var ki, yəni səbəbsiz yerə olduğunu düşünürsən, amma orada səbəb var. Səbəbi sadəcə fərqində deyilsin. Əhl-i-Beyt deyir, axşamınız xeyir olsun. Deyir, ürək sıxıntısı nəyin əlamətidir? Ürək sıxıntısı əslində ürəyə yüklənmiş duyğulardır. Ağırlıq eləyir və bir yerdə ürəyi sıxmağa çalışır ki, sən o duyğuları hansı duyğulardırsa onu həzm eləyə bilmirsən. İstəyirəm keçmiş haqqında heç nə xatırlamayım. Keçmişlə barışmalısan, keçmişə olan yazıqlığı buraxsın, artıq xatırlamayacaqsın. Spama düşmək nə deməkdir? Anlamadım, bu nə sualdır? Psixoloji olaraq sual verirsə elə bir şey yoxdur. Birinin deyir, sosial şəbəkədə heç bir status paylaşmaması nə anlama gəlir? Nə bilim, yəqin biri də özünü göstərmək istəmir və yaxud da vaxtı yoxdur da. Onu tam dəqiq damğalamaq olmaz, axı bu adam belə deyilədir. Deyə yaxşıdır, deyir, ürək istəmir. Bax, sən verdiyin suala həmin xanım yazır ki, ürəyi istəmir. Bəlkə həmin o xanımın əslində özü status paylaşmır və paylaşmaq ürəyi istəmir. Çünki hər kəsin əslində yanaşdığı fərqli məqamlar var. Bir çox insanlar özlərini təbliğ eləmək istəmirlər, bir çox insanlar özlərini göstərmək istəmirlər ki, o individual bir səbəbdir. Amma ən çox xanımlar niyə görə status paylaşmırsa, bir şey eləmirsə, o ancaq artıq çox belə şeydir. Ərim öldürər, oğlum bilsə başımı kəsər qoyar yanıma, belə eləyər, onu fəxr eləyə danışırlar hələ də. O ondan qaynaqlanmış ola bilər. Geçən səfərdə bir xanımı müşahidə edirəm, bir şey deyirəm, o deyir, yox, nə danışırsınız, deyir. Mən deyir, onu eləsəm, deyir, ərim deyir, mənim deyir, dilimi deyir, dilim doğrayar, deyir, belə eləyər. Və onu elə fəxrlə danışır ki, sanki mən yiyəsiz deyiləm, mən beləyəm, mən eləyəm. Baxıram ki, nəysə. Niyə Sənan bəy, mən də özümü tez-tez paylaşmıram. Özünüzü tez-tez paylaşmamağın səbəbi individual dərk etdiyini deyil onsuz da. Yəni ona görə bayaq verdiyim cavabı hamı şəxs üstünə götürməsin. Yəni ki, bir yerdə özünü qəbullanmayan, özündən iyrənən, özünə kompleksləri olan insan, özünü qəbullanmayan və yaxud hər hansı bir şey varsa ki, onu tam oturub burada list tuta bilərəm ki, o səbəblərdən qaynaqlana bilər. Deyir, maşallah, mənim kontaktımda olanlar bütün məlumatları paylaşırlar. Ay solda lap yaxşıda öz işini vermirsən kontaktındakilərə. Amma heç kimə görə yox. Salam aleyküm, axşamınız xeyir. Salam Yusuf baba, xoş gəlmişsiniz. Sizin də axşamınız xeyir.
Bir insanın sizə xoşlanıcısı olduğu necə başa düşə bilərik ki, hiss ediriksə doğrudur, hiss ediriksə bəli doğrudur. Öz sualında əslində cavab var. Çünki sən hər hansı bir duyğunu məntiqlə anlamağa başlayırsan, demək o duyğu sağlam duyğu deyil. İnsanlar travmalarını zaten məntiqlə, neokortekslə, şüuru ilə ayırd eləməyə çalışırlar. Bu baxımdan da yəni hiss etdiyin duyğu elə hiss edilərək qoy qalsın. İnsan üçün cəmiyyətin qınağı lazımdır. Mənə görə yox. Əslində cəmiyyətin qınağı lazım deyil mənə. Maraqlı da deyil mənə. Amma ki ona boyun əyənlər, özlərini ona təslim edənlər də var. Ancaq digər tərəfdən belə bir şey var ki, qınayanlar özlərinə baxmalılar ki, qınadığı adam niyə görə qınayır. Deyir doktor, mən namaz qılıram, amma qəti həvəsim olmur. Namaz qılmağı istəyirəm, qılmayım. Qılmayın, nə onda? Namaz qılmağı sən tam səmimi qılmırsan axı. Çünki hər hansı bir şeyi gizlətməyə çalışırsan. Hansı bir duyğu örtbasdır etməyə çalışırsan ki, olmuşdu elə bir xanım. Demək, uşaqlıqda təcavüzə uğradığına görə hicaba bürünmüşdü ki, ailəsində heç bir insan dindar deyildi, namaz qılmırdılar. Xanımın sözü namaz qılmırdı ki, ancaq hicab taxırdı. Xanıma ilkin verdiyim sual oldu ki, uşaqlıqda təcavüzə uğramısan? Dedi ki, bəli. Yəni bu baxımdan şərt o deyil, sizə təcavüzə uğramalısı. Hər hansısa bir şey varsa, o duyğudan dolayı onu gizlətməyə çalışır, örtbasdır eləməyə çalışırsınız. Amma yaş fərqi varsa, ya sizdən böyükdürsə, kursda müəllimindirsə, yenə də olar xoşlanıcısı. Xoşlanıcısı ola bilər, xoşlandığın insana o demək deyil ki, sən gedib evlənməlisən, cinsəllik yaşamalısın, hər hansı bir şey eləməlisən. Mən öz həmcinsimi də sevə bilərəm, öz qarşı cinsimi də sevə bilərəm, öz yediyim yeməyi də sevə bilərəm, öz peşəmi də sevə bilərəm. Sevgi tamam ayrı bir şeydir ki, sevgini digər insanlar yəni başqa cür başa düşürlər. Əslində onların sevgi kimi başa düşdükləri şey toksik asılılıqlı münasibət və bir yerdə duyğusal boşluğun cinsəlliklə kompensasiya olunmaq duyğusudur ki, bir insana qarşı ehtiras hiss edirsə, elə bilir ki, o insanı sevir. Və bir insan da o sevgini doğru başa düşmürsə, sənə qarşı hiss edən ehtiras sən sevgi kimi başa düşürsən. Yəni bu insan mənimlə yatmaq istəyir tipində. Qılmasam deyirəm ki, başıma nəsə iş gələcək. Əslində obsessiv düşüncədir o sizdəki, nə vaxtsa onu sizə yüklüyüblər. Ancaq namaz qılmalısan, belə olmalısan, elə olmalısan, ancaq ki, yəni sən necə o söz deyəndə necə namaz qılmır bəlkə də. Yəni namazı əslində deyəcəklər ki, indi burada mən şey deyirəm, amma namazı sən doğrudan içdən sevirsənsə onu qılmalısan. Yəni hər hansı nələrsə örtbasdır eləmək üçün yox. Deyir, yox yükləməyiblər, mənim özüm beləyəm. Özün özü belə olmursan sən. Nəzərə almalısan ki, uşaqlıqda sən xoşbəxt uşaq olursansa, bir yerdə senin fərqində olmursansa, insan zaten xoşbəxt dünyaya gəlir, ağrısız, adsız dünyaya gəlir. Sənə o nə vaxtsa yükləyiblər, ancaq ki, onu xatırlamamağın normaldır ki, onu bu dəqiqə müşahidə eləməyə də yersizdir. Ancaq onu sən seansda gəl iştirak eləsən, orada görə bilərsən ki, altda yatan səbəb nədir. Deyir, plus yox, doğru, mənə də dayım falan deyir ki, hicaba keç, amma mən yox demişəm, fiso. Mən istəmədiyim bir şey niyə edim ki? Nə də, niyə deyəsən ki? O dayının özü niyə görə onu eləməyə çalışır, məcbur etdirməyə çalışırsa, onun özünün anormallığı problemidir. Deyir, vəsvəsəyə deyir, çox düşdüm mən, amma ona rəğmən yenə qıldım namazı. Özünü sakitləşdirməyə çalışırsan. Kimisi özünü içki ilə sakitləşdirir, kimisi özünü namazla sakitləşdirir, kimisi özünü siqaretlə sakitləşdirir, kimisi özünü ehtirasla sakitləşdirir, kimisi özünü nə bilim hər hansı qida ilə sakitləşdirir, şokoladla sakitləşdirir. Yəni çox şey saymaq olar. Və sən əslində namazı sevərək yox, özünü sakitləşdirmək üçün qılırsan. Amma bu aralar heç istəmirəm qılmağı 2 gündür. İndi qılmaq istəmirsən, çünki sənin həmin o özünü başına pis bir şey gələndə, ancaq özünü günahkar hiss edəndə namaz qılırsan. Özünü günahkar hiss eləməyəndə namaz qılmağa ehtiyac duymursan. Əslində duyğu sənə tetiklənəndə namaz qılmağa ehtiyac duyursan. Namazı sən qəlbən qılsaydın, namazdan bezməzdin. Və sən bir yerdə günahkarlığı var aradan qaldırmaq üçün namazı qılırsansa, o günahkarlığı sən bir həftə belə günahkarlıq hiss eləməsən, namaz qılmaq sənə işgəncə kimi gələcək. Amma günahkarlıq hiss etdiyin an var ha, deyəcəksən ki 365 gün 365 gün namaz qılacam deyəcəksən özünə. Acıyan adam deyir, bütün dünyaları yemək istəyirəm, onun kimi bir şeydir. Uşaq abırsız dünyaya gəlir, o şəkildə qalması normaldır. Uşaq abırsız dünyaya gəlmir. Uşağın abırsız uşaq nə deməkdir, abırlı uşaq nə deməkdir, qayıdıb baxmaq lazımdır. Çünki tam başa düşmədim sualı. Çünki bəzən sual verirlər ki, tərbiyəsiz uşaq necə olur? Tərbiyəsiz uşaq nə deməkdir ki, ümumiyyətlə? Mənə görə əslində hər bir uşaq öz evinin aynasıdır. Ya da kimlərsə deyir ki, uşağın bir qanından gəlməlidir. Onu belə donub baxıram ki, uşağın qanı bəs kimdən gəlir? Ona görə deyir, haqqını
demək üçün sırf deyir hicablı namazlı olmalısın, amma Allaha bəndə arasına qarışmazlar. Haqqını tələb eləmək üçün amma hicablı olmalısan şey deyirsən, haqqını belə də tələb eləyə bilərsən. Yəni ki, sənə qarşı, nə bilim, onu dəqiq müşahidə eləmək istəmirəm. Yəni sən namazı Allaha yaxın olmağı sırf nəyisə görə eləməli deyilsən. Hər hansısa şeyə görə eləməli deyilsən. Sadəcə onu sırf sevdiyinə görə eləməlisən. Mənim şəxsi fikrim budur. Amma sevmirsənsə, özünü nəyisə məcbur eləməyin sənin əslində özü işgəncəndir. Doktor deyir, lap məni lomkaya saldı, özümü əziyyət kimi hiss elədim. Lomkaya düşmüsənsə, demək bir yerdə sənə təsir edə bilmişəm. Demək səndə olan duyğunu üzə çıxarda bilmişəm. Və bu baxımdan da özün belə bax, deyir, nə bayaqlar yox, elə bir şey olmayıb. Həm də bastırdığın duyğunu bədənin sənə reaksiya olaraq ötürdü. Ona görə lomkaya düşdün. Plus tam doğru. Deyir, aşağılandım hal-hazırda. Mən heç kimi aşağılamıram. Sadəcə olaraq özü elə istəyirsiniz. Demək bir yerdə özü günahkarlığı ortaya çıxdı. Deyir, gərək adamın qanında qabında olsun deyirlər, təəssüf ki. Təəssüf ki də deyirlər də, prosta ki o qanın qabın hardan gəldiyini özləri olduğunu anlamırlar. Yəni mənim uşağım əgər pisdirsə, mən onu deyirəm sən bunun qanından gəlsə, bunu dünyaya gətirməyinə səbəb olan mən olmuşam da, demək bir yerdə özümü şey eləyirəm. Deyir, qardaş köməkdir. Nəzərə almaq lazımdır. Belə. Hətta mən bir ana tanıyırdım ki, birbaşa olaraq onun orada travmasını, düz uşaq vaxtı görmüşdüm o qadında. Prosta indi onu oturub hatırlayanda artıq onu orada qadının travmasını görə bilirəm də. Demək deyirdi ki, ana deyir bağlıdırsa, bala da bağlı olmalıdır və düz 1 yaş yarımlık uşağı icaba getirtmişdi. Ki onu deyir görməsən kişilər. Vallahi indi ağlıma bir şey gəldi. O qədər özgüvənliyəm ki, onu deyəcəyəm. Bir çox insanlar əslində hamını bağlayaraq, dinlə özlərini bağlayaraq əslində öz seksual fantaziyalarını bastırırlar. Yəni təbii ki, bu hər kəsə aid deyil. Ancaq indi dedim də, birdən-birə gəldi dedim. Özüm belə tam səmimi bir, hicablı bir xanım görəndə belə bir anda içində bir sevinç yaranır ki, xanımın üstünə baxsan o qədər nur var ki, bilirsən ki, bu tam onu sevər eləyir. Amma tamamilə əksləri var ki, baxırsan ki, yox. Nəysə. Biraz da çox müşahidə eləsə deyəcəklər ki, şeydir. İstəyirlər burada. Deyir, universitet illərində deyir, daim deyir, özümü sübut etməyə çalışmışam. Son vaxtlar deyir, mədəm tez-tez ağrıyır. Özümü sübut ehtiyacı deyir, bədən niyə yorar? Özünü sübut etmə ehtiyacı sənin energetik belə yorur, enerji belə yorursa, bədəni niyə yormasın ki? Çünki bir də uşaqlıqdan gələn duyğudur. Özünü sübut etməyə çalışmağın, daha doğrusu uşaqlıqda özünü dəyərsiz və yetərsiz hiss etdirilməyin ürəyində sıxıntı yaradıbsa və yaxud da mədəndə aqressiya kimi, duyğu kimi yığılıb qalıbsa, mədə onu qusmaq istəyir, həzm eləmir də. Demək, səni nə vaxtsa gördüyün işi dəyərsizləşdiriblər, səndən daha mükəmməl performans gözləyiblər və bunu qəbullanmamısan. Mədəndə iyrəni bu duyğudan. Deyir, hər kəsə yaxşıyam deyirəm, amma gecələr yuxum çox pis qaçır. Yaxşı görünmək üçün deyir, öz halımı gizlədirəm sanki. Və insanlara görə yaşamaq məni çox yorur. Özüm üçün yaşamaq istəyirəm, heç eləyə bilmirəm, sizcə nə etmək olar? Özün üçün yaşamağa başlamalısın, özün üçün bir addım atmağa çalışmalısan. Yəni, hamıya yaxşıyam deyirsən, zaten hamıya yaxşı və yaxud da pis olduğu doğrunu açıqlamağa məcbur deyilsən, anlamalısan. Çünki sən hamıya yaxşıyam deyəndə belə o dediyin sözün altında həm minnət var, həm də məyusluq var ki, yəni hamı sən yaxşı dediyin halda səni niyə anlamırlar? Anlaşılmamaq duyğun var orada. Ona görə də yəni kimlər səni anlamalı deyil. Hələ ki sən bəyənmədiyin insanlar sənin ətrafında səni anlamırlarsa tam super bir şeydir əslində o. Demək bir yerdə sən o doğru insan deyil. Salam, stresi nizamlamaq üçün nələr tövsiyə edərdiniz? Stresi nizamlamaq üçün tövsiyə edəcəyim ən dərin bir şey, ancaq
mütəxəssis yardım olacaq. Ancaq digər tərəfdən nəfəs texnikaları eləyə bilərsiniz, su içə bilərsiniz, nə bilim meditasiya eləyə bilərsiniz. Fikrinizi başqa yönə yönəldə bilərsiniz. Əgər onu tam davamlı eləyə bilirsinizsə, stresinizi nizamlayacaqsınız, amma avtomatik reaksiya olaraq heç əsəbləşmək istəmirsinizsə, sizi qıcıqlandıran duyğudan sağalmalısınız. Çünki biri var ki, biri sənə haqsızlıq edir, bir yerdə sən o insana qarşı olan hər hansı bir şeyi görürsən, nəyəsə dəyişdirməyə çalışırsan, şüurlu şəkildə idarə edirsən, onu nizamlamağa çalışdıqca stresin tənzimlənməyə başlayır, amma ki, avtomatik reaksiyanda sən onu həmişə idarə edə bilmirsən. Neyse, neyik? Suallar deyil, biraz seyrələşib. Hava koydum onu. Nə? Narsistlər yazıb. Tourette sindromlu birinə nə məsləhət verərdiniz? Tourette sindromlu birinə məsləhət verəcəyim şey odur ki, uşaqlığında hansı ani həyəcan və instinktiv bir davranış keçiribsə, o duyğudan sağalmalıdır. Yəni ki, bir yerdə səhv eləmirəmsə, tiklər olmalıdır ki, göz qırpmaq kimi, ani bir refleksdə diksinmək kimi şeylər olmalıdır ki, davamlı o müşahidə olunursa, o duyğudan sağalmalı, həyəcanından və ani gərginliyini aradan qaldırmalıdır. Bəli, istəmsiz hərəkətlər, göz qırpma. İstəmsiz hərəkətlər olursa, bir yerdə o gözünü qırpdığın anlara fikir ver həmişə. Hansı anlarda gözünü qırpırsan? Həm və gözünü qırpdığın anlar əslində sənin bir yerdə uşaqlıqda ilk dəfə gözünü qırpdığın hadisə ilə üst-üstə düşür ki, həmin hadisədə hiss etdiyin duyğu səndən dəyişməlidir. Göz qırpma, çiyin hərəkəti, heyvan səsləri çıxarmaq. Yəni, ola bilər, təxmin edə bilirəm, ancaq ki, həmin o keçirilən həyəcandan və yaxud da stres qarşısında özünü sakitləşdirmədən bədənin refleksiv olaraq verdiyi bir reaksiya olur ki, və təbii ki, səbəbləri hər kəsdə individual olur, yaşanılan hekayələrə görə, situasiyalara görə, amma ki, şey olur, aradan qalxa bilir, təmizlənə bilir. Çünki səncə bir şeydir, insan onu istəyər eləmir, avtomatik olaraq onu eləyir. Deyir, amma tam keçmir deyirlər. Valla tam keçib keçmir kim deyirsə, demək onu sağalda bilmir. Yəni tam keçməyən bir şey yoxdur. O qədər ümidsiz xəstələri sağaltmışam ki, ona görə onun rahatlığına səsləndirə bilirim. Yəni sadəcə kimsə saç qırxmağı bacarmırsa, o demək deli bərbər yoxdur. Salam, birinə pul vermişəm, borc. Aha. Amma ala bilmirəm. Necə edim ki, qaytarsın, psixoloji olaraq kömək et. Psixoloji olaraq buradan sənə nə kömək edə bilərəm bilmirəm, amma ki, düşündüyün kömək ancaq mən sənə dərindən konsultasiya və müşahidə apararaq edə bilərəm ki, sən istədiyin haqqını niyə görə tələb eləməyi bacarmırsan, duyğuya baxmaq lazımdır. Və bunlar da konsultasiya və seans mövzuları olduğuna görə burada onu uzun uzada bilmərəm. Çünki bir yerdə öz sərhədini çəkə bilməmək, haqqını tələb eləyə bilməmək, kimlərinsə xətrinə deyə bilməmək və yaxud da üzüm gəlmir, utanmaq hissi olur, özgüvənsizlik olur ki, hər kəsdə o fərqli olur. Ev çox isti oldu, desin. Görürəm, burada üzüm qızarıb biraz. Deyir, ailəmin gözləntiləri ilə öz istəklərim üst-üstə düşmür. Bu gərginliyi baş ağrısı yaradır, kimlik qarışıqlığı bədəndə hiss olunurmu? Olunur. Kimlik qarışıqlığı əslində bir yerdə dissosiasiya kimi hiss olunur. Yəni bu baxımdan qayıdıb baxmalısan da, niyə qəbul oluna bilmirsən? Kimliyi niyə qəbul oluna bilmirsən?
Bəs dedi ki, verəcəm 3 ayda maaş gözləyə qaldım mən də. Bildimə mən nə edeyim bəs sizə indi. Bu dəqiqə birisi necə yazmış. Buna bir ki, kolpa süzmüşük, qibət eləyirik, kimi sələdim bir anda özüm. Nə edə bilərəm ki, mən buradan sizə? Deyir, mən utandım istəmə, o utanmır. Utanmasın da, sadəcə nə edeyim indi? Sizin öz haqqınızı tələb eləyə bilməməyinizə ancaq baxmaq lazımdır da. Əgər doğrudan da kömək istəyirsinizsə, sizə kömək eləyə bilərəm, amma burada kömək edilə biləcək yer deyil. Sadəcə canlı efirdə sual-cavab formatında keçirilir. Bir deyir, kardioloq olur deyir. Ya da nəsə demirəm. Xətrimizə deyəcək. Saat neçədə? Hələ 19-13-dən. Aha, neysə, canlı efiri sonlandıraq. Növbəti efirdə inşallah görüşərik. Hələlik.